Namazsızlar pis demək olmaz onlara, amma hələ başa düşməyənləri. Namazsızlar da gəlir, namaz qılan olur. Ən çox insan hidayət olur Məhərrəm ayında İmam Hüseyn vasitəsilə. Namaz qılmayanlar hidayət tapırsa, namaz qılanlar gərək daha yaxşı namaz qılan olsunlar, gecə namazı qılan olsunlar Hüseyn əzasından sonra. Bu gözyaşı bizi yuxarı aparmaq üçündür, islah eləmək üçündür. Bu ay rəhmət ayıdır, amma İmam Hüseynə hörmət əlaməti olaraq biz bunu tez-tez dilimizə gətirmirik. Ramazan ayında Allah rəhmətindən verirsə insanlara, rəhmətindən biraz verir. Məhərrəm ayında Allah rəhmətinin özünü verir bizə. Mərhum Qazi deyirdi ki, aləmi mənada gördüm rəhmətullahil vasiə. Allahın geniş rəhməti İmam Hüseyn ağadır. Allah bu ayda rəhmətini bütöv bizə hədiyyə edir İmam Hüseyn vasitəsilə. O özü şəxsən bizi dua edir. Allah'ın da olsun hədislərdə var ki, məclisimə gələnləri tək-tək adlarını çəkərəm Allah dərgahına dua edirəm. Təsəvvür elə, ağa bu anlarda əlini duaya qaldırıb sənin və mənim adımı çəkir. Deyir Allah, bu filankəsi bağışlar. Bundan böyük rəhmət haçan nazil olub ki, o ağanın mübarək dilində mənim kimi günahkar bəndənin adı çəkilir. İmam Hüseyn ağanın cavabıdır bizə, onun bizi dua eləməsi. İmam Hüseyn də tez razı olmayacaq. Dedi, ilahi, bunların hamısını bağışlamamış razı olmaram. Onlar tez razı olmurlar. Axı, bu nə iş görüb, sinə vurub? Bəs deyir, Əhl-i Beyt Kərimdir, mənası budur. Sinə vurub, amma cavabı bu olur ki, Allah bağışlayır insana. Hüseynin duası ilə. Bu məclislərə gələndə istəyirsiniz, çox fayda götürəsiniz. Xahiş edirəm, bunu başa düşəsiniz ki, İmam Hüseyn ağa özü məclisin sahibidir. İmam Zaman ağa özü məclisin sahibidir. İmam Rıza ziyarətinə gedəndə, ziyarətnamədə belə deyir, əşhədu ennəkə təşhədu məqami. Şəhadət verirəm, sən məni görürsən. İmam Rızanın ziyarətinə gedəndə gərək başa düşəsən ki, İmam səni görür. Başa düşsən, çox fayda qazanarsan. Hüseyn məclisinə də gələndə, deyirəm, əşhədu ennəkə təşhədu məqami. Məni görürsən, mənim səsimi eşidirsən. O qədər hədiyyə verəcək inşallah ona ağlayanlara. O ki deyirdi, həlmin nasirin yənsurun. Bir adam yoxdurmu mənə kömək edin? Alimlərdən biri deyirdi ki, əslində deyirdi, bir adam yoxdurmu ona kömək edin? Bugün də deyir, həlmin nasirin yənsuruni, biz gəlmişik ağa, biz gəlmişik sənə kömək edin. Orada həlmin nasirin yənsuruni, bir adam yoxdurmu mənə kömək edin? Deyəndə ox atırdılar. Biz ki, ox atmamışıq İmam Hüseyn ağa. Biz ki, onun məclisinə gəlmişik. Biz gəlmişik sinə vurmağa. Bir Məhərrəmdə düz əzadarlıq eləsək, Allah'ın da olsun ömrümüzə bəsdir. Düz əzadar olsaq İmam Hüseynə. İmam Hüseyn hədiyyə paylayır bu məclislərdə. Məhərrəmlə Ramazan ayının bir fərqi də var. Fərq budur ki, deyiblər, kim Ramazan ayında bağışlanmasa ən bədbəxt adamdır. Amma Məhərrəm haqda bu sözü deməyiblər. Çünki istəməyiblər Hüseyn əzadarlarının və ümumiyyətlə insanların qəlbinə toxunsunlar. Burada icbar yoxdur. Gəlməsən, bağışlanmayacaqsan sözü yoxdur. İstəyirlər insanlar eşqlə gəlsinlər. Özləri gəlsinlər. Gəlməsən, bağışlamayacaqsan, cəhənnəmə aparacaqsan sözü yoxdur burada. Burada insanlar qəlbi ilə istəyirlər, öz eşqi ilə gəlsinlər, bu məclisdə iştirak eləsinlər. Orucluq ayında Quran nazil oldu. Quran nazil oldu nə deməkdir? Yəni, Quran sadələşdi. Həqiqət ki, Allahın yanındaydı, sadə oldu, biraz da sadə ta gəldi ki, biz onu başa düşək. Quran nazil oldu bu mənada. Yəni, həqiqət indi bizim şuurumuz səviyyəsində ki, biz başa düşək, oldu Quran. Aşura günü isə Əhl-i Beyt nazil oldu. Aşura günü Əhl-i Beytin əl çatmazlığı aradan getdi. Hüseyn Əhl-i Beyti bütün qəlblərə gətirdi, çatdırdı öz qanı ilə. Amma bir fərq var ki, Quranın nazil olması qurbanla müşahiyyət olunmadısa, Əhl-i Beytin nazil olması Hüseynin qurban getməsi ilə müşahiyyət olundu. Yaxşı olar bu ayda İmam Hüseyni özümüzdən razı salaq. İmam Hüseyn ağa bizdən razı olsun. İmam Hüseyn əleyhissalam bizə nəzər eləsin bu ayda.
Hamıya hədiyyə verir İmam Hüseyin bu ayda. Baxın, Kərbəlada hamıya hədiyyə verirdi. Ən pislərə də verirdi. 2 nəfər gəldi, yaxınlaşdı, dedilər ki, Yezdin qoşundan idi. Bu pislərdəndir, pislərdən də misal çəkək. Dedilər ki, ağa, biz səninlə dayı vuruşmuruq. İmam Hüseyin soruşdu, niyə bu fikrə gəldiniz? Dedilər ki, biz hələ cavan vaxtımızda Əli əleyhissalamın qoşunundaydıq. O həmin bu torpaqdan keçəndə gördü, ağa atdan düşdü, oturdu Kərbəla torpağı üstə, ağladı. Hələ sən dünyaya gəlməmiş. Dünyaya gəlmişdinsə də balaca idi. Ağladı, torpağı öpdü, dedi, burada mənim Hüseynim şəhid olar. Onu qərib öldürərlər, susuz öldürərlər. İndi biz başa düşdük ki, həmin Hüseyin sənsən. İndi başa düşdük. Bunu deyəndən sonra imam soruşdu ki, bəs mənə kömək edirsiniz? Dedilər, yox, kömək eləmirsiniz. Biz ölümdən qorxuruq. İmam Hüseyin onlara da hədiyyə elədi. Dedi, əgər kömək eləmirsinizsə, onda tez qaçın, gedin buradan. Mənim qəriblik səsim uzalandan sonra, mənim səsimi eşidib birdən kömək eləməsiniz, cəhənnəmdə əbədi qalarsınız. Hüseyin tərəfdar toplamırdı özünü. Onlara da hədiyyə verdi ki, birdən həl min nasirin yansuruni, mənim qəriblik səsim uzalanda eşidib kömək eləməzsiniz, onda əbədi cəhənnəmdə qalarsınız. Tez gedin buradan. Onlar da qata-qata getdilər Kərbəlada. Onlara da hədiyyə verir. İmam Hüseyin öz məclisində öz qonaqlarına xüsusi hədiyyələr verir. İmam Hüseyin həccin zəvvarıdır. Hacılar həccdən qaydanda hədiyyə gətirirlər. İmam Hüseynin də həddi yarımçıq qalıb, amma bəlkə dünyada ən qəbul olunmuş həcc İmam Hüseynin o yarımçıq həccidir. Hacılar qaydanda hədiyyə gətirər, cəmaət gedər zəvvarların ziyarətinə. Biz də öz zəvvarımızın ziyarətinə gəlmişik, o bizə zəmzəmdən qiymətli hədiyyə gətirir. O bizə ona axıdılan göz yaşlarını hədiyyə gətirir. Ki, bunun bir damcısına günahlarımız bağışlanar. Bizim zəvvarımız yarımçıq qalan həddindən qayıdıb gəlir bugün Kərbəlaya çatır. Biz də gəlmişik, ağanı ziyarət eləyəcək, Allah qəbul eləsin. Bu ayda İmam Hüseyin əleyhissalamın eşqi ilə özünüzü düzəldək. Sözümü yavaş-yavaş tamamlayıram. Biri var, insan özünü düzəldə bilirsiniz, fikirləşək ki, məsələn, namazı əvvəl vaxtda qılmağın filan qədər savabı var. Bunları oxuyaq, o savablar üçün namazı əvvəl vaxtda qılar. Biri də var, insan İmam Hüseyni razı salmaq üçün namazını əvvəl vaxtda qılar. İmam Hüseynin eşqi ilə. Burada şirk yoxdur. Bəziləri deyir, bu şirkdir yox. İmam Hüseyin razı qalarsa, hədislərdə var, Allah razıdır insanlar. Əlini duaya qaldırar, Allah da duasını qaytarmaz. Bunun mənası budur, biz savablarımızı bilməyək. Namazı əvvəl vaxtda qılmağın filan qədər savabı var, doğru danışmağın filan qədər savabı var. Savabların hamısını bilək, zil-zil kitab oxuyaq bu arada. Amma deyiblər, hamısı yadımızdan çıxdı. İmam Hüseyin ağa deyək ki, ağa, sənə görə mən, sənin məhəbbətin üçün mən namazımı bugündən, məsələn, daha diqqətlə qılacam. Həzrət Əbəlfəz ağa bilmirdi, Hüseynin uşaqlarına su verməyin nə qədər savabı var. Susuza su verməyin nə qədər savabı var, özdə Hüseynin körpə susuz uşaqları olar. Əbəlfəz ağa bilirdi ki, onun savabı nə qədərdir. Amma Əbəlfəz ağa addımlarını sayırdı ki, görüm nə qədər addım atıram Hüseynin yolunda, buna nə savab verəcəklər? Yox, Əbəlfəz ağa xeymələrdən əl-ətəş səsi gələndə, uşaqların susuzluq fəryadı uzalanda, savablar yadını, hər şey yadından çıxırdı. Ürəyi yanırdı İmam Hüseynə. İmam Hüseyin əzası insanı belə islah eləyir. Savabı unutturur adama. Kimsə gəlsə, hərdən mən deyəndə qorxuram ki, sizin azlığınız gələr. Gələ bizə deyir, sənin göz yaşın var, bunun bu qədər savabı var, bizim azlığımıza gələr. Biz savab üçün gəlməmişik. Savab da yaddan çıxır. Biz Allah üçün gəlmişik, Allahın höccəti üçün gəlmişik. Onun eşqi, məhəbbəti, cənnəti də, cəhənnəmi də unutturub bizə. İnanın ki, özünüz hiss eləyərsiniz. Məclislərin bir məqamı olur, həqiqətən, vallahi nə qədər eləyirsən, hazrətin də yadıma düşmür. Allah bunun üçün yaradıb bizi ki, biz özümüzü yaddan çıxardaq. Elhamdü və səna'u lillah Rabbil aləmin. Və sallallahu ala seyyidina və nəbiyyina Əbil Qasım el-Mustafa Muhammed.
وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله الأعظم روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Dünənki söhbətimizdə qeyd elədik ki, İmam Hüseyn əleyhissalamın Məhərrəm hadisəsi olduqca əzəmətli və böyük bir hadisədir. Dünən bu ayı Ramazan ayıyla və Kərbəla ziyarətin həcc ziyarəti ilə müqayisə eləyən hədislərdən sizlər üçün dedik. Və istər-istəməz insanın beynində, zehnində bu sual yaranır ki, görəsən bu insan nə qədər əzəmətli insandır ki, bu insanın qəbrinin ziyarətinə 70 qəbul olunmuş həcc ziyarəti verirlər adama. Bu insan nə qədər əzəmətli bir insandır ki, hər kim onun barəsində bir beyt şeir oxuyursa, hədis buyurur, vəcəbət ləhul cənnə, cənnət ona vacib olur. Bu Məhərrəm məclislərindən, Hüseynin əzasından çox faydalanmaq istəyiriksə, çox tanımalıyıq biz bu hadisəni. Daha çox intizarda olmalıyıq. Gözləntimiz, intizarımız bu məclislərdən çox olmalıdır. İstəyiriksə çox şey əldə eləyək, gərək başa düşək ki, çox şey əldə edə bilərik. İnsan bunu başa düşsə, çox şey əldə eləməyin müqəddiməsi budur. Bilməyin özü mühümdür. İnsan bilsin bu hadisənin əzəməti nə qədərdir və bu hadisədən insan nə qədər faydalana bilər. Bu bilmək faydalanmağın müqəddiməsidir. İnsan nə qədər çox tanısa İmam Hüseyni, nə qədər bu məclisin əhəmiyyətini, əzadarlığın faydasını çox başa düşsə, bu elə özü səbəb olar ki, insan çox qazanar. Bizim çox zəifliyimiz bizim etiqadımızın nöqsanındandır, bilməməyimizdən ya inanmamağımızdandır. Dünən dedik ki, İmam Hüseyn ağa bu məclislərdə əzadarlarına hədiyyələr paylayır. Hədiyyələr verir. O hədiyyələrin həddi nə qədərdir? Həddi sonsuz. Amma görürsən, biri balaca bir qab, elə bil ki, bir yerdə su paylayırlar insanlara. Biri görürsən 5 litrlik qab gətirir, biri 3 litrlik, biri 1 litrlik, biri bir kasa götürüb gəlir. Su paylayanda çətinlik yoxdur, o hamıya su çatdırmağa qadirdir. İnsanların bəzisi balaca bir qabla gəlir, az əldə eləyir, çıxır gedir. Nöqsan suyun saqisində yox, suyun intizarında olan insandadır. Bu məclislər də belədir. Bu məclislərdə İmam Hüseyn əleyhissalam öz kərəmi ilə, lütfi ilə bizə ehsan eləyir. Bu məclisdə tutumu çox olan adamlar çox qazanır, az olanlar az. Qəlbin qapısını açmaq lazımdır, qəlbin tutumunu artırmaq lazımdır ki, insan bu məclislərdən çox şey əldə eləyə bilsin. Qəlbin tutumunu nə ilə artırmaq olar? İnamla. Biz inansaq ki, İmam Hüseyn əleyhissalamın əzasında biz çox şey qazana bilərik,
Onu elə əldə eləyərik. Bu inam kifayətdir bizim o nemətlərə çatmağımıza. Evdən çıxanda sadəcə düşünsək hara gedirik, kimə qonaq gedirik. Sadəcə bunu başa düşsək kifayətdir. Bundan artıq bizdən istəməyiblər. Deməyiblər, bura əməl gətir, nə gətir. Sən deyirsən, mənim əməlim yoxdur. Bu məclisdə adamdan əməl yox. Etiqad istəyirlər, inam istəyirlər. Nə qədər inanmışıq göz yaşımızın qiymətinə, nə qədər anlamışıq ki, bu göz yaşının xeyri nədir? Bunu başa düşsə insan, nə qədər xeyri var başa düşsə. Bu moizələr ki, biz danışırıq, bu onun üçündür ki, biz yaxşı əzadarlıq eləyə bilək. Peyğəmbər deməyib, hər il yığılın, moizə eləyin. Bizə tapşırıblar ki, hər il əzadarlıq eləyin, matəm saxlayın, əza saxlayın. Bizlər də o fürsətdən istifadə edib söz danışırıq. Söz əslində müqəddimə olur, əzadarlığın keyfiyyəti yaxşı olsun. Söz bunun üçündür ki, insanlar bilsin ki, bunun əhəmiyyəti nə qədərdir. Yoxsa söz müqəddimədir. Peyğəmbərin tapşırığı əzadarlıq barədədir, söz barədə yox. Peyğəmbər bizə əzadarlığı tapşırıb, imamlar bizə əzadarlığı tapşırıb ki, hər il Hüseynə əza saxlayın. Nə qədər çox bacarsınız, çox saxlayın. Nə qədər belə məclislərdən çox olsa, çox yaxşıdır, xeyirlidir. Bu söhbətlər də ki, mənim kimi adamlar çıxır, danışır, bəlkə də biraz sizin əzadarlığınıza mane olur. Məqsəd əslində budur ki, biz hamımız bir yerdə başa düşək. Yəni, bu hədislər vasitəsilə. O hədislər yad olunsun, biz bilək ki, nə eləyirik. Onu biləndən sonra da çətinlik yoxdur orada. Əsas etiqaddır, əsas ürəkdir, qəlbdir. Allah qəlbə baxır, qəlbimizə baxır. Bizim diqqətimiz daha çox hadisələrədir, kənarda olan hadisələr. Filan yerdə müharibə oldu, filan yerdə döyüş oldu, filan. Biz əsasən kənarda olan hadisələrə baxırıqsa, Allah üçün mühüm olan bizim içimizdə nə baş verir odur. Allah üçün mühüm olan insanın qəlbidir, ürəyidir, ruhudur. Allah qəlbimizə baxıb bizə qiymət verir ki, bizim qəlbimizdən nələr var, ona baxıb qiymət verir. Bu məclisi, bu hadisə, kənarda olan hadisələr və bu məsələn Hüseyn məclisi nə üçündür? Məqsəd nədir? Bu məclisdən əsas məqsəd budur ki, qəlbimizdə bir saflıq, paşlıq yarada bilsin bizim. Səfa yaratsın. Bu dəstgahı Allah ona görə təşkil edir. Bu əzəmətli məclisdən daha əzəmətli hadisələr bizim sinəmizdə baş verir, ürəyimizdə baş verir. Bir an ki, biz Hüseynə ağlamaqla ürəyimiz səfa tapır, məqsəd odur. Məqsəd bu məclisdə odur ki, burada iştirak edənlərin hər tək-təkinin qəlbində bir dəyişiklik yarada bilsin bu məclis. Ürəyinin o lap dərinliyinə həqiqətlər nüfuz eləyə bilsin. Əsas etiqaddır, inamdır. Mərəşin Nəcəfi ağa böyük alim idi. Vəsiyyətində yazırdı ki, mən həmişə Hüseyn məclisinə bir dəsmal aparmışam, o dəsmalla göz yaşımı silmişəm. O böyüklükdə alim vəsiyyət edirdi ki, xahiş edirəm, o bir parça dəsmalı mənlə bir yerdə qəbrə qoyasınız. Bu avam adamın sözüdür, deyəsən, avamdır da danışır, bu alim sözüdür. O dəsmalı məndən qəbrə qoyasınız. Çünki bilir o göz yaşının qiymətini. Onu başa düşür. Ona görə olub Mərəşi Nəcəfi. Alimliyi elə ondadır ki, Hüseyni tanıyıb. O göz yaşının dəyərini bilib. O başa düşür ki, qiyamət günü insana qiymət verəndə bu göz yaşına baxacaqlar. Niyə? Ona görə ki, bu göz yaşı çox şeyin göstəricisidir. Gərək qəlbdə bir şey baş verə ki, gözdən yaş çıxar. Göz yaşı haldan xəbər verir, haldan. Allahı düşündürən insanda haldır. Allah o hala baxır, qiymət verir insana. Əməllərə yox. Bu məclisin də əsas məqsədi budur ki, insanın içində o hal yaratsın. Qəlbində dəyişiklik yaratsın. Hər dəfə bu məclisdən çıxanda İmam Hüseynin o kərəm süfrəsindən nə qədər bacardı, çox əldə edib. Ürəyinə səfa, səmimiyyət gəlsin və məclisdən ayrılsın. Bütün hadisələrin əslində əhəmiyyəti bizdə nə qədər təsir qoyur, o qədərdir bizim üçün.
Hadisə nə qədər böyük olur, nə qədər kiçik olur, ona görə deyiblər, bir dənə Subhanallah xalis deyirlərsə, onun xeyri başqa böyük işlərdən çoxdur. Əgər xalis niyyətlə edilməyibsə. Allah bir işə də qiymət verəndə baxır, görür, qəlbdən nə qədər təsir qoya bilir o iş. İşin qəlbə qoyduğu təsir qədər əhəmiyyəti var. Bu məclisin də bizim üçün xeyri o qədərdir, nə qədər ki, bizim qəlbimiz bu məclisdən faydalana bilir, bəhrələnə bilir. Öləndə də qəlbə baxırlar. Görürsən, insanlar var, can verəndə nigaran qalır, qorxu gəlir, getmək istəmir. Allah mələklərin yığı deyir, baxın buna. 50 il, 60 il buna ruzu vermişəm, neymət vermişəm. Həmişə mənim himayəmdə olub, hələ mənə inanmayıb bu, qəlbinin dərinliyində. Bəlkə də namaz qılan olub. Amma qəlbi ilə etiqad gətirməyib, iman gətirməyib. İyyəkə nə'budu və iyyəkə nəstəyini min dəfələrlə dilindən deyib, amma qəlbi ilə bir dəfə deməyib. Bu elə bilir ki, mənə qovuşmaqla ölümlə ziyan eləyəcək. İnsanların bütün qiyməti onların qəlbləri iləndir. Əbəlfəz ağa o dərəcəyə çatıb, Həzrət Əbəlfəz. Kərbəlada çox adam şəhid olub. Yəni 70 neçə nəfər, 72 nəfər. Bəzi rəvayətlərdə biraz çox. Həzrət Əbəlfəz ağa hamısından fəzilətlidir deyirlər. İmam Hüseynin dostlarından. İmam Səccad əleyhissalamdandır bu hədis. Bunu eşitmişsiniz ki, qiyamət günündə Allah əmim Abbasa, Həzrət Abbasa elə bir məqam verəcək ki, bütün şəhidlər o məqama qibt eləyəcək. Bütün şəhidlər. Nəyə görə? O 72 nəfərin hamısı Həzrət Əbəlfəzdə bir dəfə can verdilər. Hamısı bir dəfə can verdi. Həzrət Əbəlfəzin qəlbinin qüvvətinə, qəlbinin saflığına görə bu qiyməti aldı. Məsələ şəhadətdə deyildi, şəhadətin keyfiyyətində idi. Hamısı, indi ya birinin qolunu kəsdilər, birinin başını kəsdilər, fərqi yoxdur. Məsələ qol kəsilməkdə deyil. Məsələ o əməl eləyən insanın ürəyindədir. Allah qəlbə baxıb qiymət verir insanlara. Bütün böyük hadisələrin məqsədi, böyük kiçik fərqi yoxdur. Hadisələrin əhəmiyyəti insanın qəlbində nə qədər dəyişiklik yaradır, o qədərdir. İmam Hüseyn məclisi də belədir. İmam Hüseyn əleyhissalam özü bu məqsədlə qiyam elədi, inqilab elədi. İmam Hüseynin mübarizəsinin məqsədi çox genişdir. Bu məqsədlə inqilab elədi ki, gözəllik yaratsın. Elə bir gözəllik ki, qiyamət gününə qədər cəzb eləsin insanları. Heç görmürsünüz, insanlar elə bir yerə can atsın ki, orada ağlayacaq, qəmlənəcək. İnsanlar qəmdən adətən xoşları gəlmir. Amma bu elə bir qəmdir ki, insan gözləyir ki, sabahda məclis olsun, gedin oturun. Mən sizə sual versəm ki, kim bura gələndə fikirləşib ki, gedin mənə filan qədər savab verəcəklər. Mən inanıram ki, çox az, bəlkə də heç kəs. O savablar yaddan çıxıb. Biz savab hesablayıb bura gəlməmişik ki, getməsəm savabım az olar, ya savabım olmaz. Gedim ki, filan qədər savab yazır. Heç kəs fikirləşməyib. Hamının xoşu gəlir bu məclisdən. İmam Hüseyn belə bir gözəllik yaradır. Öz əməli ilə İmam Hüseyn əleyhissalam belə bir gözəllik yarada bilir. Ki, o gözəllik qiyamətə qədər insanları öz təsirinə ala bilir. Cəmaatdan bəzilər bizdən soruşur ki, nə vaxta qədər, nə qədər olar? Adam nə qədər yığışar, 1000 illər keçib, bunlar hər il deyirlər, ya Hüseyn ağlayırlar. Nə qədər olar bu? Bu iradın cavabı ilə iradın özündədir. Biz də deyirik, nə qədər olar? Nə qədər olarda ilə cavabı var ki, bir dənə hadisəni 5 gün, 10 gün yaşatmaq istəyirsiniz, nə qədər pul xərcləyirsiniz, yaddan çıxır gedir. Amma bunu kim deyir? 1400 il bundan qabaq Peyğəmbər deyib, yenə hər il insanlar gəlir. Yaxşı, gəlin hamımız deyək, ay cəmaat, gəlməyin, mən sən deməklə düzəlir, düzəlmir. İmam Hüseyn əleyhissalamın möcüzəsidir bu. Ki, insanlar o gözəlliyin sorağına gəlirlər.
Sözümün məqsədi bugün budur. Və mənə elə gəlir ki, Məhərrəmin əvvəl günlərində bu deyilsə vacibdir, lazımdır, xeyri çoxdur bizə. İnşallah 10 gün məclisimiz var aşırıya qədər, 8 gün qalır. Günü gündən də azalır. Bu günlərdə deyilsə lazımdır. Sözümün